Salam, bu videomuzda natural ədədlərin sadə və asan izahına baxacağıq. Natural ədədlər nəyə deyilir? Natural ədədlər əşyalarımızı və yaxud da ətrafımızda gördüyümüz hər şeyi saymaq üçün istifadə etdiyimiz ədədlərdir. Yəni, əşyaları sayarkən istifadə etdiyimiz ədədlər nə idi? Natural ədədlər idi. Natural ədədlər sayarkən istifadə olunur. Yəni, bunun qeyri-adi bir düşünməyə ehtiyac yoxdur. Adi günlük həyatımızda nəyisə sayanda necə ədədlərdən istifadə ediriksə, təbii ki, məsələn, masanın ətrafında neçə dənə stol var soruşuruqsa, sayırıq. 1-dən başlayırıq. 1, 2, 3, 4, 5 və yaxud 6. Bu şəkildə sayırıq. Yaxud da neçə dənə qələmimizin olduğunu, kitabımızın olduğunu, bir evdə neçə otağın olduğunu və s. Yəni, düşünə biləcəyiniz, saya biləcəyiniz hər bir şey, saymağı düşünə biləcəyiniz hər bir şey sayırıq. Bu sayarkən bu istifadə elədiyimiz ədədlər natural ədədlərdir. Və bizdən belə bir sual meydana gələ bilər ki, bəs ən kiçik natural ədəd hansıdır? Əlbəttə ki, ən kiçik natural ədəd. Biz ilk sayarkən neçədən başlayırıq? 1-dən başlayırıq. 1, 2, 3 bu şəkildə davam edirik. Deməli, ən kiçik natural ədədimiz neçədir? 1-dir. Yəni, sayarkən biz ilk olaraq 1-dən başlayırıq. Deməli, ən kiçik ədədi soruşarsa bizdən 1 olaraq qeyd edirik. Bəs, deməli, natural ədədlərin tərifini yenə bu şəkildə verdik ki, 1-dən başlayaraq sayırıq və bu ədədlər sayarkən istifadə edirik. Bu sayarkən istifadə etdiyimiz ədədlər natural ədədlərdir. Bəs bizdən soruşsaq ki, rəqəmlər nədir? Rəqəmlə ədədin fərqi nədir? O zaman necə izah edə bilərik? Deyirik ki, rəqəmlər 0-dan 9-a qədərdir və ədədləri təşkilində həmin rəqəmlərdən istifadə edirik. Yəni, rəqəmlər ədədlərin təşkili üçündür. Saymaq üçün istifadə etdiyimiz ədədlərdir. Bu ədədlər rəqəmlərdən düzəlmişdir. Yəni, qeyd edək özümüz əvvəlcə rəqəmlərin burada sırasını. Dəqiqə, qeyd edək. İstəyirəm. Deməli, rəqəmlər 0-dan başlayır 9-a qədər. Və bizdən sonra tutalım ki, bir sualda verir ki, 12 rəqəmdirmi? 12 sizcə rəqəmdirmi? Xeyr, 12 bir ədəddir. Bütövlükdə bir ədəddir. Lakin 2 dənə rəqəmdən təşkil olunub. Hansı rəqəmlərdən? 1 və 2 rəqəmindən. Deməli, 12 ədədinin tərkibində 2 dənə rəqəm var. 1 və 2. Natural ədədlərin xüsusiyyətlərinə baxsaq, biz bayaq da qeyd edərdik ki, natural ədədlər 1-dən başlayır, saymağa başlayırıq və saya-saya bitirə bilmərik. Nəyə görə? Çünki sonsuzdur. Yəni, tutalım ki, hər hansı bir yer üzərində daşları sayırıq. 1-dən başlayaraq saysaq, sonu yoxdur. Yəni, trilyondurmu, ondan üst qatdırmı, heç bir sayı yoxdur. Buna görə də deyirik, natural ədədlər sonsuzdur. Yəni, hər bir ədədin də sonraki ədədi var. Hər bir ədəddən sonra bir ədəd var. Mütləqdir ki, hər halda tutalım 5 kitabım var indi əlimdə. Gedib alıb gətirərəm, artar. Yəni, və yaxud da ki, saya-saya bitirə bilmərəm də kitabları. Yenə istehsal yenə gedir. İldən hər gün yeni kitablar gəlir. Bunları saydıqca təbii ki, onun sonu olmaz. Ona görə də bu sayın sonu yoxdur. Natural ədədin sonu yoxdur. Ən kiçik isə qeyd elədik ki, 1-dir. 1-dən başlayır, sonsuzdur. Natural ədədlər üzərində, ümumiyyətcə ədədlər üzərində biz bir çox əməliyyatlar, bir çox deyərkən toplama, çıxma, vurma və bölmə əməliyyatları apara bilərik. Yəni, toplaya bilərik, çıxa bilərik, vura bilərik, bölə bilərik. Yəqin ki, bunlar hamısı sizə aydındır. Natural ədədləri biz həyatda da, yəni yenə qeyd elədik ki, ən çox həyatda onsuz da istifadə edirik. Bizdə indi riyaziyyatda da lazım olur deyə. O demək deyil ki, biz həyatda bunun tətbiqi yoxdur. Bizim elə riyaziyyatın ən çox deməli əsas məqsədi həyatla bağlıdır. Digər fənlərdə də olduğu kimi. Məsələn, həyatla bağlılıq olaraq qeyd eləmişəm. Masadakı stolların sayı, sinifdəki şagirdlərin sayı, həftənin günləri, yəni sayırıq da. Saydığımız hər bir şey ədəddən ibarətdir. Yəni, bu ədəd də elə natural ədəddir. Yekun olaraq təkrarlaya bilərik ki, ən kiçik natural ədəd nədir? Ən kiçik natural ədədi
nə olduğunu qeyd etdik. Ən kiçik saymağa başladığımız ən kiçik ədəd 1-dən başladığı üçün ən kiçik natural ədəd də 1-ə bərabərdir. Digər natural ədədlər hansı ədəddən başlayır? Yenə eyni sualdır. Natural ədədlər 1-dən başlayır, sonu yoxdur. Bitirmi? Xeyr, təbii ki, bitmir.